Uşaqlar salam, bugün atom elektron formulunu testlərini izah edəcəm. Başlayaq birinci sualdan. Deyir, normal halı 3D yarım səviyyəsində 7 elektronu olan elementin sıra nömrəsini müəyyən edin. Uşaqlar biz yazırıq deməli 1s2, 2s2, düzdür mü? 2p6, 3s2, 3p6. Daha sonra yazmalıyıq 4s2-dir uşaqlar. Ondan sonra bizdə gəlir 3D neçə deyir? 7 olsun deyir. 3D 7. Deməli qayda belədir. 3D-dən qabaq 4s2 yazılır, daha sonra 3D yazılır uşaqlar. Deməli üstləri toplayaq. 200 neçə gəlir? 4, 4-ün üstünə 6 gəlir. 10, 10 üstünə 2, 12, 18, 20 və 27 olmuş oldu. Gəldik ikinci sualı. Deyir ki, x13 üstü 3 plus və y mənfi iyonların elektronlarının sayı eynidir. Burada nə qədər elektron var uşaqlar? 10, düzdürmü? Deməli, burada 10 elektron olması üçün bura 9 olmalı, düzdür. İndi Y9-un formulunu gəlin tapaq. Y9 uşaqlar 1s2, 2s2, 2p5 kimi yazılır ki, bunun qabağında bir dənə 1s2 olsa, 2, 2, 4, 5, 9 edir uşaqlar. Gəldi üçüncü sual deyir, atom nüvəsində 22 proton var. 22 proton olanın gəlin biz quruluşunu göstərək. Deməli, o bizdə göstərilir uşaqlar. 4s2, 3D2 kimi. 3D2 kimi. 4S2, 3D2 uşaqlar. Gəlin bunu göstərək. Baxın, burada 4 var, 3 var. Bunlar dövrü göstərir. Amma dövrdə biz böyük olanı götürürük. Deməli, bizdə ya 4-cü dövr, 4-cü dövr, 4-cü dövr, 3-cü dövrləri çıxdıq. Daha sonra gəldik qrupa. Uşaqlar, üstün cəmi qrup deməkdir ki, üstə gəlir ki, 4-cü qrup olmalıdır. 4-cü qrupda bizdə var B-də və D-də. C-ni də çıxdıq uşaqlar. Və S-lə P olarsa, S-lə P olarsa sonuncu, bu əsas yarım qrupdur. Əsas. D-lə P-ni görsəz, çox vaxt D-ni görəsiniz. D-lə F isə əlavədir. Əlavə. İndi burada D-ni görsün. Deməli, D isə əlavədir. O da olur bizdə B variantı. Deməli, gəldik 4-cü suala. Baxın, 3D5, 4S1 verib. Deməli, böyük olanın dövrü göstərir. Yəni, 4 dövrü göstərəcək bizdə. 3-cü dövrləri çıxdıq. Üstün cəmi qrupu göstərir. 5 üstünə 1 gəlik. Deməli, 6-cı qrupdur. C ilə Y qaldı. D-də var deyə əlavə yarım qrup olacaq. Bizdə Y variantı. Gəldik 5-ci suala. Deməli, yine həmin sualdır. Biraz izah edim, sonra artıq özünüz öyrəşəsiniz. Baxın, 3D5, 4S2 verir. Böyük olanı götürürük. 3 ilə 4. Hansı böyükdür? 4. Deməli, 4 dövrdür. Deməli, 4-cü dövr. 4. Hamısı 4-dür. Aha, üstü toplayırsınız. 5 üstə gəlir. 2 deməli, 7-ci qrupdur. Bəs D-də varsa əlavədir. 4-cü dövr, 7-ci qrup əlavə. O da Y variantı. Eləmiş oldu. Demək, 6 ondan da gəldi 7. Deyir, hansı atomu normal halda xarici enerji səviyyətdə cütləşməmiş elektronların sayı ən çoxdur. Deməli, uşaqlar, baxaq. Deyir ki, cütləşməmiş elektronların sayı ən çoxdur. Uşaqlar, fosfor. Baxın, gəlin fosforu çəkin burada. Deməli, fosfor 15. Yazıram. 1s2. 2s2. 2p6. 3s2 və 3p3. Deməli, uşaqlar, 2, 2, 4, 10, 12, 13, 15. Deməli, burada 3 dənədir uşaqlar. Baxsaz görərsiniz ki, 3-dən azdır da hamısı. Cütləşməmiş dediyimiz, yəni P 3 dənədir, düzdür. Baxın, P-ni belə sxemini qursaq biz. Baxın, 1, 2, 3. Bunlar cütləşməyib uşaqlar. Görürsünüz, hamısı tək yoxlarını göstərdik. Gəldik 8-ə, indi 9-a. 9-dan işlədik uşaqlar. Gəldik 10-a. Deyir, hansı elementin ən yüksək valentliyi onun dövrə sistemində yerləşdiyi qrupun nömrəsinə uyğun deyil. Uşaqlar, fon. Yəni, harada flor, oksigen, azot gördüzsə, onlar qrupu nömrəsinə uyğun valentlik göstərmirlər. Deməli, bizdə də fon D variantında göstərildi. Aha, yəni ki, uşaqlar, qrupa uyğun valentlik göstərmirlər bunlar. Florda oksigen də azotdur. Burada da oksigeni seçirik.
Deyir birinci A yarım qrup elementlərin ümumi elektron formulu. Baxın, birinci A deməli üstü 1 olanı götürəsiz. Hansının üstü 1-dir? Y variantı. İkinci A üstü 2-ni götürəsiz. Hansının üstü 2-dir? A variantı. Gəldik bura. Deyir ki, xlor verib 17 üstü mənfi. Deməli, bu 18-i göstərməliyik biz. Düzdürmü? Hansı üstü 18 eləyir uşaqlar? Hansı üstü 18 eləyir? B variantının üstü 18 eləyir. Çünki baxın, 1S2 yazsız başına. 1S2, 2S2, 2P6, aha 2, 2, 4, 10, 12 üstündə 6 gələndə 18 eləyir. 15-də 4-cü dövr 7-ci qrupun əlavə yarım qrupunda 4-cü dövr olsun, 7-ci qrup. Yəni üstün 7-yə baxaq. 5, 2, 7 düzdür. 2, 3 verir. Baxın B-də 4S2, 4P3. Üstünü cəmini tapasaz 5 eləyir, 7 eləmir. 6 üstə gəl 2, 8 edir. Bu da bizə 7 lazımdır. 6 üstə gəl 2, bu da 8 edir. 5 üstə gəl 1, bu da 6 edir. Deməli, qaldı cavabımız A variantına asandır. Aha. 16-da nə deyir? Elektron formu verilmiş elementlərdən hansı daha qüvvətli reduksiya edici xassəsi göstərir? Uşaqlar, baxın. Qüvvətli reduksiya edici, radiusu böyük olan, metallığı çox olan deyirsə, siz burada götürün dövrü böyük, üstü kiçik olanı. Hansının dövrü böyük, üstü kiçikdir? Baxırıq, dövrləri bərabərdir. Bəs hansının üstü ən kiçikdir? B variantında ən üstü kiçik, çünki 2-dir. Yəni, bu şəkildə 17-dir. Yəni, sizə də məsələn, RRM bizdə deyirik nədir? Radius, reduksiya edicilik, metallıq, düzdürmü? Dedik, dövrü böyük, qrupu kiçik, yəni üstü kiçik olan. Bunun tərsinə, məsələn, desək ki, oksidləşdiricilik, onda tərsinə. Yəni, dövrü kiçik, üstü çox olanı götürərsiniz. Yəni, bu şəkildə həll eləyərsiniz. Aha, baxaq, 19-a yenə həmin şəkildə elementi sırası üstü 17 olanı götürəsiniz. Uşaqlar, cəmi 17 olanı baxın, C variantına bundan bayaq işlədik. 3S2, 3P5. Qabağına da 1S2, 2S2, 2P6 yazın. Görəsiniz ki, cəmi 17 eləyir. Gəldik 20-ci suala. 20-ci sualda baxın. Burada dövr, bax, bunların sayıdır. Neçə dənə qoyub? 3 dənə. Deməli, bu 3-cü dövrdür, uşaqlar. 3-cü dövr. Axırdakı 3 də bunun qrupunu göstərir. 3-cü dövr, 3-cü A yarım qrupu. Bu şəkildə 21-ci sualda da yəni 3-cü dövr, 4-cü A yarım qrupu. 22-də nə dedir? Həyəcanlamamış halda P yarım səviyyəsində cəmi 9 elektron var. Yəni deyək ki, elə bir ədəd, yəni elə bir olsun ki, element olsun ki, onda P 9-dan olsun. Baxın, gəlin yazaq biz P1S2. Düzdürmü? 2S2. 2P6. Artıq P-dən 6-sını yazdıq. 3S2. P-miz neçə olmalı uşaqlar? 9. Düzdürmü? P'nin 6-sı burada var. Deməli, burada P neçə olmalıdır? 3 olmalıdır ki, üstü 9 eləsin. Aha, gəlin toplayaq. 2 üstə gəl ki, 4, 4 üstünə 6, 10, 10 üstə 2, 12, üstündə 3, 15. Deməli, cavabımız oldu 15. 23 uşaqlar maraqlı sualdır. Oksigeni yazaq. Açılışını yazaq. Oksigen 8. Deməli, 1S2, 2S2 və 2P4. Düzdürmü? Uşaqlar, bunu çəksək, görərik ki, P-də 3 dənədir. Düzdürmü? Bax, 1, 2, 3. P-ni bir belə yazırıq. 3 dənə xətti qoyuruq. 3 dənəsi doldu mu? P4-ü deyə birində belə yazırıq. Neçə dənəsi cütləşmədi? 2 dənəsi gördünüz tək ox şəklində. Deməli, atom dedikdə 2 dənə götürürük cütləşməyə. Amma molekuluna gələndə oksigenin yazılışı belədir. 1, 2, 2, 2. Baxın, bu göstərdiyimiz tək deməkdir. Çünki 2 dənə cütləşmişi var bunun. 2 dənə, baxın, 1S, 2S. 2 dənə cütləşmişi var bunun. Amma bunlar da təkləri göstərir. Bunlar da öz aralarında uşaqlar rabitə yaradır, yəni qoşalaşır. Yəni, demək ki, molekulunda da sıfırdır. Adınızda saxlayın. Atom deyəndə çəkirsiniz bunu. Nə qədər tək görürüzsə odur. Amma molekulu sıfırdır. 24-dən 25-dən işlədik. 24-də də uşaqlar, baxın, hamısı 18 eləyir. 17 üstü mənfi, burada 18 elektron var. Burada yenə 18-dir. Burada 16 üstə gəlir ki, 18-dir. Hansı 18-dirsə, onu götürürsünüz. Aha,
Gəlin bu RH-lardan bəhs edək uşaqlar. Uçucudursa bu qeyri-metaldır. Qeyri-metaldır. Uşaqlar biz keçən səfər demişdik. Metallar uçucu olmayandır və onlar birləşəndə özlərinə uyğun. Məsələn, əgər bu desək ki, RH2 uçucu olmayan, deməli bu metal idi. Metal idisə, avtomatik bu 2 valentli idi. Amma uçucudsa qeyri-metallı. Qeyri-metalları isə 8-ə tamamlayırdıq. Deməli, nəymiş ki, 8-i tamamlamaq üçün üstünə 2 gəliblər. Elə düşünün, baxın. Nəymiş ki, üstünə tamamlamaq üçün 2 gəliblər. Deməli, 6-ymış ki bu. 6-cı qrupuymuş ki, tamamlamaq üçün üstünə 2 gəlib. Deməli, bu 6-nı niyə 4 kimi yazdım? Bu deməli 6-cı qrupuymuş. Baxın, biz 6-cı qrupu seçməliyik. 6-cı qrup hansı variantdadır uşaqlar? C variantının üstü 6 olan C variantı. Deməli 6-cı qrupuymuş. Gəlin 28-də baxın. Yəni uçucu deyir, düzdürmü? Yəni qeyri-metal. Nəyə bu yazılmışsa bu 1 deməkdir də. Nəymiş ki bu 8 tamamlamaq üçün üstünə 1 gəliblər. 7. 7 olanda hansı variantdır? D variantındadır. Biraz siz danışa bilərəm, amma siz mənə dediklərimi qeyd eləsəz, uşaqlar, özünüzə başa düşəcəksiniz. Aha, gəlin buna baxaq uşaqlar. Burada çünki üst başqa cür olur. Aha, baxın 3D10 4S2 verir. Məlum məsələdir ki, bu 4-cü dövrdür. Tamam. 4-cü dövr bildik. Bəs üstü 12-dir. 12-dir biz bunu necə qrupunu müəyyən edə bilərik? Uşaqlar, yadınıza saxlayın. Əgər cəm 9-10-dur, yəni üstü cəmi 9-10-dursa, bu 8-ci B yarım qrup olacaq. 8B. Bunu rom rəqəmini yazmalıydım, amma başa düşdünüz məncə. Əgər üstü 11-dirsə, bu birinci B yarım qrup olacaq. Yox, 12-dirsə, o zaman bu olacaq ikinci B yarım qrupu. İndi baxın, bu 12 isə ikinci qrup əlavə yarım qrup olacaq C variantı. Gəlin 30-cu suala baxaq. Deməli, yenə burada Y-i parçalayırıq, Z-i parçalayırıq. Ondan sonra biz tək elektronlarını tapırıq, uşaqlar. Tək elektronlarımız da bizə valentliyi göstərir. Baxın, yazıram. Tək elektron bərabərdir valentliyə. Yaxşımı? Tək elektron bərabər valentliyə. Ay. Əvvələ qayıtmaq olmur elə. Ümid eləyirəm, başa düşdünüz, fosforlamaq istəyirdim, səhvən sildim. Yazarım, yox, sizin üçün yenə yazarım. Tək ki, siz başa düşəsiniz, uşaqlar. Baxın, tək elektron bərabərdir valentliyə. Ay uşaqlar, bax, Y19-u, bunu indi fosforluyum. Siz bunu SS alın. SS alın, gözləyirəm. SS alın, sonra silim, sonra izah edəcəm. Amma qoy qalsın, aşağıda izah edərəm. Aha. Baxın, gəlin Y9-u yazaq. Parçalayaq. Y9 yazılır 2S2, 2B5 kimi. 2S2, 2P5 kimi. Yaxşımı? Burada uşaqlar bir dənə tək elektron var. Çünki P alt dənədir. Alt dənədən X-i tam dolacaq, bir dənəsi tam dolmayacaq. Ona görə bu 1 valentli oldu. Z14-dür. Z14-dür. Bunun da yazılışı 3S2, 3P2 kimidir. Amma 3P'dən sonra 3D gəlir axı. 3D isə deyil, boşdur. Yəni yazılmayıbsa boş deməkdir. Uşaqlar, burada necə tək elektron var? Deməli, bunu da yazsaz, baxın, P'də 2 dənə var zaten tək elektron. Baxın, P3-dür də belə. Belə yazılır da. Burada zaten 2 dənəsi tək yerləşib də, hətta biri də boşdur. Və bu S2 dənədir. Bu qoşalaşır, baxın, bu qoşalaşır. Biri belə olur, biri belə olur. Bunun biri də gəlir, dayanır burada. Bu da bir dənə təkləşir. Bu da alır orada 4 dənə tək. Deməli, bu da 4 valentliymiş. O zaman biz yazırıq ki, burada yazırdıq,
Deməli, baxın, ikisini verib çaşdırmaq üçün. Gəlin yazaq Z, ona diqqət yetirin. İkisini verib çaşdırmaq üçün. Y-i tapdıq 1, bunun başına 1 yazıram. Bu da 4. 4 gəlib bura düşür. Z, Y, 4, D variantı. Fikir verin, yaxşı. İkisinə yazıb ki, siz çaşasınız. Vay. Aha, gəldi bura. Elektron sayı 23 isə, deməli, bura neçəymiş? 26 imiş. A-dır, B-dir. 26-nı da parçalayanda görürsünüz ki, yazılır 4S2, yəni sadə quruluşu. 3D6. Yaxşımı? 4S2, 3D6. Yəni ki, 8-ci B yarım qrupu və 4-cü dövr B variantı. 32-də, 33-də həmin qayda həll olunsun. 34-dən işlədi, 35-dən işlədi. Gəlin 36-ya baxaq. 36-da da 1, 2, 3, 4, 5, 6-da deməli Z6 imiş. Aha, Z6 imiş. Z6-nı da parçalayanda deməli yazılır ki, 2S2, 2P2. 2S2 2P2. Demək, ikinci dövr, 4-cü əsas yarım qrup D variantı. 37-də baxın, uşaqlar. Eynidir deyirsə, burada neçə dənədir elektron? 10 dənə. Hansında 10 dənədir? Bunda 9-da bir gəlsin 10. O şəkildə deməli, bu da eynimiş. Hansı bunlardan işlədi uşaqlar? Hə, bax, 41 fərqlidir biraz. 17 və 18-ə saysan istəyir bizdən, düzdürmü? 41-də. 3S2, 3P5 bunun göstəricisidir. Baxın, bu göstərilir. 3S2, 3P5. 17, bu da 18 bu. Deməli, bu 10P5 isə bu da P6 olmalıdır. 3S2, 3P5, 3S2, 3P6 C variantı. Aha, bundan da işlədik uşaqlar. Uçucsa qeyri-metallı deməli 8 tamamlamaq üçün 7-si çatmayıbdı. Aha, baxırıq 45-ci sual uşaqlar. Nə deyir? Bu iyondakı elektronlar sayı neytronlar sayının bir vahid çoxdur. Burada neçə dənə neytron var? 20 dənə. 40-dan 20 çıxdıq, 20 neytron oldu. Əgər bundan bir vahid çoxdursa, deməli bu nə qədər imiş? 21. Burada 24 olmalıdır ki, 24-dən 3 çıxanda 21 eləsin. 24 uşaqlar xromdur və uçurum elementidir. Yəni burada normalda 4S2, 3D olmalıydı. 3D deməli xrom da uçurum elementidir. İstisna 4S2 deyil, 4S1 olur burada. O da C variantında göstərilir uşaqlar. 46-da deməli burada 13-dən 3 çıxsız 10, 20-dən 2, 18, 18 də budur. Bilirsiniz ki, bu təsirsiz qazların sıra nömrələrdir. Deməli, A variantı. Nə deyir? Deyir, cütləşmiş elektronlarının sayını tapın. 3 üstə gəlib 3, 6 üstünə gəlsin 1, 7, 47-də də C variantı. 48-də də uşaqlar, deməli, S cütləşibdir. P ilə D 3 üstə gəlib 1, 4 eləyir. 50-ci sualda deyir, hansı oksidləşdirici ola bilməz? Uşaqlar, metallar oksidləşdirici ola bilməz. Yəni, metallar verə bilir, ala bilmir. Deməli, metal olanda hansı variantdadır? A variantındadır. Çünki metallar 1, 2, 3-cü qrupda yerləşirlər. Hansı 1, 2, 3-dür? Üstü cəmi 1, 2, 3 olan. Üstü cəmi 1, 2, 3 olan da A variantında 2-dir. Atomun həyəcanlanmış halına deyir, uyğundur. Uşaqlar, həyəcanlanma üçün 2 dənə şərtimiz var. 1. Cüt elektron. 2 də boş orbital. Yaxşımı? Cüt elektron. Hansı variantda görürsünüz uşaqlar? Baxın C variantına. Cüt elektronu var. Niyə? Çünki burada yazılmayıb başına 1S2 cüt elektron oldu mu? Və boş orbital var. Baxın, P-də 3 dənə olmalıdır da P-də. Bunun biri dolur, qalan ikisi boş qalır. Aha.
53-dən işlədik, 54-dən işlədik. Baxın, burada 36 deyirsə, deməli bu 35 imiş. Deməli 35-ə əsasən siz tapasınız. 55-dən işlədik uşaqlar. Daha fərqli testlər işləmək istəyirəm ki, daha fərqlərini görəsiniz uşaqlar. Məsələn, nə oxşarları özünüz işləməyə cəhd eləyəsiniz ki, biləsiniz ki, başa düşmüsünüz, əmin olasınız. Başa düşməmsinizsə, onu oxşarların və yaxud da neçəsini izah eləmişəm. Əvvəli qayıdıb baxa bilərsiniz. 59-a baxaq. Deyir ki, kükürt atomu verib və həyəcanlanmış halının adı deyil. Əmələ gətirdiyi birləşmənin formulunu göstərin. Uşaqlar, həyəcanlanmış haldadırsa, biz bunların tək elektronların sayına əsasən valentliyini tapa bilərik, düzdürmü? Baxın, burada neçə tək elektron var? 4 dənə tək elektron var. Deməli, bu 4 valentlidir. Hansında 4 valentlilik göstərir? D variantında 4 valentlilik göstərir. Tək elektronu necə bildim uşaqlar? P normalda belədir də 3 yazırıq. 3 dənə orbital var. 3-ü də belə oxunan işarələsəz görəsiniz ki, 3-ü təkdir. D-də 5 dənə idi da, düzdürmü? 5 dənə. 1, 2, 3, 4, 5. Bunun da biri doldu. Bu da tək. Demək, 3-ü burada tək. Biri burada tək, 4 dənə. Aha, 61-dən yazdıq. İkinci sualdan da yazdıq. 63-ə baxaq. Deyir, hansı qrupların əsas yarım qrup elementlərində cütləşməmiş elektronların sayı normalda 2-dir. Baxın uşaqlar. Burada 4 ilə 6-dır. İndi izahını verirəm. 4 necə yazılır? N, bilmirəm hansı dövrdür, ona görə N yazıram. NS2, NP2. Əsas üstü 4 olsun ki, bilək ki, bu 4-cü qrupdur. Bir də 6-nı yazaq gəlin. NS2, NP4. Üstün cəmi oldu 6. Uşaqlar, baxın. Cütləşməmiş burada 2 dənədir. Burada da 2 dənədir. İndi gəlin izahına baxın uşaqlar. P yazılır belə. 3 dənə orbital var. Baxın, 2 dənə. Gördünüz? P2 dənədir, 2 xanaya ox çəkdim. İndi gəlin P4-ü yazaq. P4. 1, 2, 3. Aha. P4-də də 3 dolur. 3 dənəsi dolur. 4 dənə daxı. Sonra biri cütləşir. Burada da həmçinin 2 dənə boş orbital oldu. Burada da boş orbital dediyim cütləşməmiş elektron. 2 dənə cütləşməmiş elektron oldu. B variantı. Bu şəkildə 65-də baxın, sıra nömrəsi 7-ni paylayırsınız, sonra 9-u paylayırsınız. O da gəlir hansının üstü 7 eləyir. Deməli 9 eləməlidir və 7 eləməlidir. 1S2, 2S2, 2, 4, 2P3. 2S2, 2P3, o da Y variantında. Dilə birincidən tapsız cavab çıxır. Gəlin buna baxaq. Oksigeni də paylayırsınız, dəmiri də, kuprumu da, fosforu da. Gəlin paylayaq. Baxın, oksigen yazılır belə. Oksigen belə yazılır. 2S2, 2P4 kimi. Deməli, bu P elementidir. Buraya yazıram. P elementidir. Dəmir isə belə yazılır uşaqlar. 4S2, 3D6. Bu D elementidir. 2 getdi bura. Kuprum 29. Bu da yenə uçurum elementidir xromla bir yerdə. Yəni 4S2 yox, 4S1 yazılır bunlara. 4S1, 3D10. Deməli, bu da D elementidir. Fosfor da yazılır. 3S2, 3P3 kimi. Bu da P elementidir. 1, 4, 2, 3 C variantı. Gəldik 67-yə. Deyir ki, belə elektron formula malik element kükürdlə birləşməsində maksimum valentlik göstərir. Bu birləşmənin formulunu göstərin. Ay uşaqlar, biz bilmirik bu metaldır, qeyri-metaldır. Ancaq biz bunu hardan bilə bilərik? Qayda var. Əgər dövr qrupdan böyük bərabər olarsa,
Bu bizdə olur metal. Aha, bunu da işarələyək. Dövr qrupdan böyük bərabər olarsa, bu metaldır. İndi gəlin baxaq. Metaldırsa, neçənci qrup olacaq bu? 4-cü qrup, düzdürmü? Baxın, buraya yazıram X. Buraya yazıram kükürt. İndi bura deyir ki, metaldır, düzdürmü? Deməli, bu neçə göstərəcək? Müsbət 4 var. Müsbət 4 göstərəcək, düzdürmü? Metallar müsbət olur da. Kütle birləşməsə maksimum valentlik göstərir. Bu birləşmənin formulunu göstərin deyir, düzdürmü? Hə, deməli X müsbət 4. İndi gələk kükürdə. Uşaqlar, kükürddə maksimum müsbət 6, minimum mənfi oksijləşmə dərəcəsi göstərir. Yəni qeyri-metallarla müsbət 6, metallarla mənfi oksijləşmə dərəcəsi göstərir. Burada yazırıq mənfi 2. İxtisarda gedəndə bura 2 qalır. 2 də gəlib düşür bura. Olur XS2Y variantı. 68-də, 69-da eyni suallardandır. Gəlin 70-ə baxaq. Deməli, burada nə deyib? Qısa elektron formulu belədir. Deməli, 2s2p6 qabağında 1s2 yazsaq, 2-2-4, 10-dur. Deməli, burada nə deyir? Deməli, bu 10-dur. Deməli, bura 12 imiş. 12-dən 2 çıxıblar, 10 alıblar. 12-ni də paylaşsaq, uşaqlar alınır buradan 3s2. Düzdürmü? 3s2. Aha. Deməli, belə bir birləşmə əmələ gətirib. Baxın, yazıram bura X, burada Y. Uşaqlar, X-i tapdıq ki, müsbət 2-dir. Y-də, X müsbət 2, Y-də deməli neçəymiş? Mənfi 3 imiş. Nə deyir? Deyir, Y elementini müəyyən edin. Azotda uşaqlar mənfi 3 göstərən. Maksimum müsbət 5, minimum mənfi 3. 71 də eynidir. 72, 73-də bir yazırsınız uşaqlar. Hansına cütləşməmiş varsa müəyyən edirsiniz. Uşaqlar, baxın, təzə başlayırsınızsa, çalışın hamısını bir-bir yazasınız. Hamısını bir-bir orbitallarda göstərəsiniz, oxlarla göstərəsiniz. Ona görə mən yazmıram. Hamısını bir-bir yazın uşaqlar. Gəlin 74-cü suala baxaq. Deməli, XPO4 birləşməsində X metalı sıra nömrəsi ona yaxın olan nəcib qazın sıra nömrəsində 2 ədəd əski olan Y qeyri-metallı hansı birləşmə əmələ gətirir? Ay uşaqlar, deməli bu H3PO4 yazılır da. Əgər bu eləcə X yazılır, deməli X 3-cü dövrdür. X 3-cü dövrdür. Gələk Y-ə. Deməli, nəcib qazlar neçənci qrup idi? Müsbət 8. Əgər 2 ədəd əksi etsə, deməli 8-nin 2 ədəd əksi 6 eləyir. Deməli, 6-cı qrupda, 6-cı A yarım qrupu da maksimum göstərir müsbət 6, minimum göstərir mənfi 2. Bəs deyərsiniz ki, bura niyə mənfi 2 yazacağım? Baxın, bura mənfi 2 yazacağım mən. Burada mənfi müsbət 3-dür. Çünki X metaldır. Baxın, burada metal göstərir. Deyir ki, metaldır. X metaldırsa, müsbəti biri bir müsbət olur, biri mənfi olur da. Düzdürmü? Deməli, Y-də qeyri-metalmış. 2 gəlib düşür bura, 3 də gəlib düşür bura. X2, Y3, A variantı. 75-də bundan qabaq izah eləmişdim, bir də baxaq. Baxın, radius azalır, nə vaxt üst artandır. Deməli, M müsbəti imiş, N mənfi imiş. 2 mənfidən müsbətə artıb, radius azalıb. İndi baxaq, deyil, N-dən böyükdür, xeyir. M-dən böyükdür, bəli. X N-yonu müsbətdir. M-yonu yox, bu da səhvdir. Olur yalnız 2D variantı bizdə. Aha. Mən fikirləşdim, burada bu da düz ola bilər. Yəni, iminli mənfi müsbət deyil. Yəni, bu deyək ki, müsbət 5, bu müsbət 10 da ola bilər. Yəni, müsbət 5, müsbət 10 da ola bilər. Yəni, üstü artdı, amma radius azaldı. Yəni, bu müsbətsə, bu da müsbət ola bilər. Bu fikir də əslində düzdür. Amma tam düz deməyib, yəni. Ola bilər. İminli belə də deyil. Uşaqlar, deməli, aktivlik necə olur? Birinci qrupun aktivliyi, ikinci qrupun aktivliyindən
normalda daha çox olur. Gəlin baxaq. Və bu yazılır deməli bizdə 4s1, düzdürmü? Y necə yazılır? 4s1 3d10. Z necə yazılır? 4s2. Bu məlum məsələdir, birinci qrupdur. Z də ikinci qrupdur uşaqlar. Deməli, birinci qrupunku ikinci qrupunkundan daha yüksəkdir aktivliyi. Ona görə x böyükdür z-dən, o da böyük y-dən, B variantı. 77 də həmin qayda ilə həll olunur. 78-dən həll elədi uşaqlar. Baxın, 16 üstə gəlir 2, 18 bərabər 18-ə. A-nı tapırsınız buradan 12. Deməli, A 12-dirsə, deməli, bura 15 imiş. Hansı 15-dir uşaqlar? Bu variant, Y variant, 3s2, 3p3, 15-ə bərabər eləyir. İndi gələk 79-a. Deyir, 3s yarım səviyyəsi 2 elektron olan x elementi, 3p yarımsı 5 elektron olan element əmələ gətirib birləşməni formulunu müəyyən edin. 3s yarım səviyyəsi 2 elektron var, deyir. Deməli, bu 3s2-dir. 3s2-dirsə, bildiyimiz ki, bu metaldır. Yəni, x olur bizdə müsbət 2 kimi. P-də də 5-dirsə, baxın, P 5-dir, deməli, bunun bir tək elektronu var. Deməli, Y-də 1 imiş. Mənfi 1. Deməli, bu da olur x, y, 2, B variantı. Uşaqlar, burada 3D1-i göstərib, 3D2-ni göstərib, 3D3-ü göstərib. S1 yazılır bura, P3 yazılır bura, D-də 3 yazılır. Bax, bu 3-ü götürürsünüz. Çünki həyəcanlama halı, 3 dənə həyəcanlama halı var. 1 üstə gəl, 3 üstə gəl, 3 o da eləyir bizdə 7. Gəldik bura. Baxın, burada 1s2 yazıram. 1s2, 2s2, 2p6. 10 elədim uşaqlar. 2 molunda da deməli 20 olmalıdır. Hansı 20 eləyir? Baxın, bu yoddur. Bu 20 eləyir. Natrium üstünə gəlsəz, flordur uşaqlar. Natrium üstünə gəlsəz, flor, 15-də gəl 9, 20. Həmçinin 82-ci sualda o qayda ilə həll olunur. Gəlin, baxaq 83-ə. Baxırıq 83-cü suala. Deyir ki, ikinci dövr 6-cı B yarım qrupudur. X implika deyir ikinci dövr 4-cü A yarım qrupudur. Deməli, gəlin biz bunu yazaq. X-i yazsaq uşaqlar. Buradan yazacağım. Baxın, X-i yazsaq. Deməli, X yazırıq ki, 4s2 düzdürmü? 3d4. Bunu belə yaza bilmərik. Çünki biz bunu toplasaq əvvəlini alınır bizə 24. Biz də bilirik ki, 24 yazılır bizdə 4s1 3d5 kimi. Baxın, bu şəkildə. Deməli, X-i tapdıq 24, düzdürmü? İndi Y-ə tapaq. Y ikinci dövr 6-cı A yarım qrupudur. O da bizdə bu Y-dir uşaqlar. O da bizdə 2S2 2P4 kimi. Aha, üstündə toplasaq bunları da görərsiniz ki, Y-də olur 8. İndi baxaq, görək hansı 48 eləyir. Baxın, D variantı X 24, üstünə də 3 üstə gəl 8, 24, 24, 24 eləyir 48. 84-də nə deyir? Hansal dəyər ki, onun elektron formulu neon elementin elektron formulundan fərqləndir. Neon neçəydi? 10 idi. Düzdür, baxın, gör hansı 10-dur, ikisi də fərqlidir desin. Yəni 10 olmayan, 12-dən ki çıxsız 19-dan bir gəlsiniz 10. Bu da 10 eləyir. 13-dən bir, bax, bu 10 eləmir uşaqlar. 18 və 18 eləyir. Deməli, bunlar fərqlidirlər. Bunlardan işlədik, cütləşməmişdən də işlədik. Deməli, oxşar sualları keçirəm. Fərqli sualı görsəm, izah edəcəm uşaqlar. Baxın, bundan da işlədik. Uçucudsa deməli deyil, bu deməli qeyri-metaldır. Uçucu. Qeyri-metalcı RH4. Deməli, 8 tamamlamaq üçün 4 yazıblar. Deməli, bu 4-cü qrupdur, düzdürmü? Yəni, baxın bu. Çünki baxın, o. Bunun başına 4 yazanda, bunu da 2 yazanda
2, 2 gəlib bura düşür. RO2. Hansı dördüncü qrupu göstər? Baxın, NS2, P2 4-ü göstərir. 93-cü sual belə getdi. 94-də həmin tip sualdır. Gəlin 94-də izah edirəm. Baxın, deyir, uçucu qeyri-metal. Demək, 8 tamamlamaq üçün üstünə 3 gəliblər. Demək, 8-in 3 çıxıram 5. R2, O5 birləşməsi də bir dənə D variantındadır. Bunu da hamısını uşaqlar bir-bir yazırsınız. Bunu da bayaq öyrətdim. Bir dənə xromu yazacaqsınız ki, 4S1, 3D5. Gəlin elə bunu özümüz də baxın. 4S1, 3D5 neçə cütləşməmiş elektronu? 6 dənə. Karbon nə gəldi? 1S2, 2S2, 2P2. 2P2-də də 2 dənə cütləşməmiş elektron vardır uşaqlar. Natriumda da bir dənə B variantı eləyir. D eyni elektron formuna malik təsirsiz qaz iyonlar arasında. 19-dan 1 çıxsız 12, 18 bu da eləyir. 19-dan 1 çıxsız 18, 12 nəymiş? 3-dən 1 çıxırsız 2. O üstünə 1 gəlirsiniz 18. 1-dən üstünə 1 gəlirsiniz 2. 2, 2, 3, 5 gedir buna. 18 olanlar da ikinci. Yəni 1, 2, 4. 1, 2, 4. 3, 5, 1, 2, 4 D variantı. 97-yə baxaq. 97 nisbətən kütləsi 56-da, neutron sayı 30-da, onda biz sıra nömrəsini taparıq ki, yəni proton sayını. 56-dan çıxırsan 30-u, o deyil 26. Baxın, 26-nı gəlin paylayaq. Baxın, X 26-nı paylayıram. X 26-nı paylayanda qıraqda paylayarsınız, özünüz uşaqlar görəsiniz. S8-dən olur. P12-dən olur. D isə 6-dən olur. Çünki bu belə yazılır. Mən deyim, siz yazın. 1S2, 2S2, 2P6, 3S2, 3P6 və 3D6 kimi. Bir də 4S2 də var uşaqlar. 3D6-dan sonra 4S2 yazırsınız. Deməli, burada nəticə gəldi ki, P S-dən çoxdur, o da D-dən çoxdur, A variantı. 98-i də həmçinin 55-dən onsuz çıxın, 25-25-i paylayın. O şəkildə də yazın. Baxın, burada biz 26-ını payladıq, düzdürmü? Bu səfər də D 5 olacaq, yəni həmin qayda ilə olacaq. Yəni, P S-dən çox olacaqdır, S də D-dən çox olacaqdır. Gəlin bura. Metal isə müsbət 3 yoxlaşma dərəcəsi göstərməli, bunun qrupu 3-dür. Üstü 3 olanlar bir budur, bir də budur. Qeyri-metal üstü 5 olanı axtarırsınız, bu da budur. Baxın, 2 üstə gəlir, 3, 5-dir. Uşaqlar, baxırıq 100-cü suala. Deməli, 13 verib və bizə A-nı, B-ni, C-ni, K-ni, Y-ni müqayisəsini istəyir. Uşaqlar, baxın, bu birinci dövrü göstərir. Bu ikinci dövrü göstərir. Bu üçüncü dövrü göstərir. Uşaqlar, 10-cu paylayanda 1S2, mən 2-yə kimi yazacağım hələ ki. Yaş, gəlin tam yazın. Yəni, başa düşməyənlər. 10-cu paylayıram sadəcə. Yuxarıda şu 10-cu paylayıram. 3S2, 3P1. Uşaqlar, baxın, birinci dövrdə neçə elektron var? 2. Bu birinci dövrü göstərir. Bu 2-dir. İkinci dövrdə neçə elektron var? 8. A 8-i göstərir. Üçüncü dövrdə isə 3 elektron var. Bu da 3-ü göstərir. Sonra 20-ni parçalayaq. Uşaqlar, gəlin onu silim, 20-ni parçalayaq. Deməli, yenə yazıram. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2. Üçüncü dövrdə, baxın, üçüncü, dördüncü dövr soruşdu da bizdən. Üçüncü dövrdə 3S2, 3P6, 8 dənədir. Dördüncü dövrdə də 2 dənədir. Yəni, B-miz 8, C-miz 2-dir. 26-nı gəlin paylayaq. Ay, 8-lə də 2-ni də sildim, dəqiqə yazacağım. Bura 8 idi, burada 2 idi. B-miz 8-dir, C-miz 2-dir. 26-da da uşaqlar, baxın, 3-cü dövr, 4-cü dövrlər istəyir. Gəlin belə yazım. 3-dən sonra yazıram. 3S2, əvvəli bizə maraqlı deyil çünki
əvvəli soruşma 3P6. Sonra biz yazırıq 4S2. Bura qədər olur 20 uşaqlar. 26 olması üçün də 3D6 yazırıq. Yaxşımı? 3D6. Gəlin 3-cü dövrə baxaq. 3S2, 3P6, 3D6. 6, 6, 12, 14. Deməli, K'mız 14'dür. Y'miz də 4-cü dövr istəyir. 4-cü dövrdə 2. Deməli, uşaqlar. A'mız oldu 8. B'miz də oldu 8. C'miz oldu 2. K'mız oldu 14. Y'miz oldu 2. Müqayisəni də eləsəz uşaqlar. Burada onun Y variantı. 101-ci suala baxaq. Bax uşaqlar, burada 2, 2, 4, 6, 10, 12, 18. Düzdürmü? Deməli, bura 16 imiş. Bura 16 imiş. X bura 16. Gəlin buna. 1S2, 2S2, 2P6, 10 eləyir. Düzdürmü? Deməli, bura 11 imiş. Gəldik bura 2, 2, 4, 10, 12, 18, 28. Deməli, bura 30 imiş. Bunu sileyim. Daha sonra bu X16'nı, Y11'i, Z30'u parçalayırıq. Deməli, X16'nı yazanda uşaqlar yazılır 3S2, yazılır 3S2, 3P4 kimi. Y11 yazılır 3S1 kimi. Ondan sonra Z30 yazılır 4S2, 3D10 kimi. İndi bizə deyir ki, hansı doğrudur? Baxın, doğrudur. Gəlin X-i yoxlayaq. 3-cü dövr 6-cı qrup. 3-cü dövr 6-cı qrupdadır mı görək X-imiz? 3-cü dövr, baxın. 3-cü dövr 6-cı qrupdadır. Bəli, X düzdür. Y, 3-cü dövr 1-ci qrup. Y, baxın, 3-cü dövr 1-ci qrupda deyil. Y, 4-cü dövr 3-cü qrupdadır. Y səhvdir. Z-də 4-cü dövr 2-ci qrup. Z-də baxaq. 4-cü dövr 7-ci qrup verir. Deməli, bu da səhvdir. Deməli, bizdə yalnız X doğrudur. 101'də oldu B variantı. 102'də həmin suallardandır. Deməli, fərqli suallara baxaq biz. Gəlin, məsələn, bu suala baxaq. Deməli, cüt elektron 6, tək elektron 0. 6'nı 2'yə vursa eləyir bunun 12. Sonra gəldiniz 7'ni 2'yə vursa 14 təki də var. Üstünə də 2 gəlsiniz, o deyir bu 16. Burada 4'ü 2'yə vursak, üstünə 1 gəlsiniz 9. Gəlin bunları paylayaq uşaqlar. X yazılır bizdə, deməli 3S2 kimi yazacağım. 3S2. Y yazılır 3S2, 3P4 kimi. Z yazılır 2S2, 2P5 kimi. 2P5 kimi. Və tək elektronlarına gəlin baxaq. Bu ikinci qrupu göstərdi, metal. Deməli, bununki müsbət 2 olacaq. Bunu başqa rəqəm hərflə göstərim. Başqa rənglə göstərim. Deməli, qırmızını seçək, gəlin. Deməli, X-imiz oldu bizdə nə? Müsbət 2. Y-imiz 3S2, 3P4 idi, düzdürmü? Bunda maksimum müsbət 6, minimum mənfi 2, çünki bu qeyri-metaldır. Və qeyri-metal olduğunu hardan bildim uşaqlar? Biz deyirdik ki, əgər dövr qrupdan böyüksə metaldır, dövr qrupdan kiçiksə qeyri-metaldır. Necə? Dövrü 3'dür, qrupu da 6'dır. Hansı böyükdür qrup? Deməli, qeyri-metaldır. Z-də də uşaqlar 2S2, 2P5. Bu da maksimum üstün cəmi, yəni müsbət 7, 5 dəcəl 2, müsbət 7, minimum mənfi 1 oksijeşmə dərəcəsi göstərir, yəni qeyri-metaldır. Gəlin baxaq. Bizdə nə istəyir? Birləşmələrin formulunu müəyyən edir. X-in Y-lə, X-in Z-lə, Y-in Z-lə uşaqlar. Y variantına baxaq gəlin. X-in Y-lə,
x ilə y. Baxın, müsbət 2 mənfi 2. İxtisar gedir elə 1-in 1-ə qalır. Bu hələ ki düzdür. X-in z ilə x yazıram. Z yazıram. X müsbət 2-dir. Z neçədir? Mənfi 1. 2 gəlir bunun ayaqlarına düşür. Baxın, x z 2. Bu da düzdür. Y-dən z yazıram. Uşaqlar, y mənfi 2-dir. Z-də demişdik ki, maksimum müsbət deməli 2s2, 2p5 düzdürmü? O da bizdə eləyir müsbət 7 və mənfi 1. Y-imiz neçə idi? 2s2, 2p4. Yəni maksimum bu da müsbət 6 da ola bilər də, düzdürmü? Çünki 2 dənə qeyri-metal. Biri buyur, əgər mənfi 1 yazsın, üstün cəmi 0 eləməyəcək. Biz burada müsbət 6-nı götürürük Y-ə. Maksimum akslaşma dərəcəsini götürürük. Müsbət 6, Z-imiz nədir? Mənfi 1-dir. Deməli, Y-in 6-da gəlib bura düşür. Deməli, bu da düzülmüş. Cavabımız oldu Y variantı. Bu 105-dən 106-dan o qədər işlədik ki, 107, 108-dən də göstərdim. Həyəcanlana bilməz üçün də dedim, uşaqlar 2 dənə qayda var. 1. Cüt elektron E yazdım. Bir də boş orbital olmalıdır. Ona səsini seçərsiniz uşaqlar. Ondan sonra gəlin 111-dən izah edək bir dənə. 3s2, 3p6 verib, bunları verib. Gəlin bunun əvvəlini yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Deməli, 1s2, 2, 2s2, 2, 4, 2p6, 10, 12, 18. Deməli, bura müsbət 1 imiş ki, 18 edib. Burada mənfi 2 imiş. Deməli, bu kationdur deyir. Kationdur mu? Bəli, düzdür. Emaniyondur, düzdür. İyonlar məşə gətirdiyi birləşmə xeyr, bu səhvdir. N M toplarında mənfi 1 eləyir, düzdür. Eyni qrup elementləridir, xeyr. Başqa nə deyir? Deyir, eyni dövr elementləridir, xeyr. 1, 2, 4. Sonra gəlin baxaq növbəti suallara. 106-ya baxsaq, deyir ki, neçə proton var? Uşaqlar, əvvəlini yazırsınız. Deyir ki, 4s2-yə qədər 20-dir və burada qabağına 3d10 da var idi. Uşaqlar, baxın, burada uşaqlar ən çox orada çaşır. Bəs necə bu 4s-dən 4p-yə getdi? Arada d-imizdə var axı. 4s-dən sonra 3d gəlir, amma onu yazmayıblar. 4s2 20-dir, 10 gəlirəm, 30 eləyir, üstündə 3 gəlirəm, 33 eləyir uşaqlar. 117-də deyir, 3-cü dövr əsas yarım qrup 6-cı olsun. Deməli, yazırıq ki, onda 3-cü dövr 3, S2, əsas yarım qrup və 6-cı. Deməli, 6 olması üçün də bura 4 yazıram ki, 4 gəlir ki, 6 edir. Onu da əvvəlini toplasaz, yəni 1S2, 2S2, 2P6, 3S2, 3P4, deməli, cəm edir 16. Deməli, gəlin 118-ə baxaq. 21 elektronu varsa, deməli, bura 24 imiş. 24. 24 də xromdur uşaqlar. O da quruluşu bildiyimiz kimi 4s2 yox, 4s1 olur. 4s1, 3d5. Burada da cütləşməmiş 5-də gəl, 1, 6 edir uşaqlar. Gəlin 120-ci suala baxaq. Nə deyir? X2 elektron sayı 10-dur. Biz bilirik ki, 8-i budursa, X-a nə qədər qalır uşaqlar? 1. Deməli, Px-imiz, yəni X-in proton sayı 1-dir. Yəni, gəlin bura baxaq. 2 mənfi 50. Deməli, bu 48 imiş ki, üstündəki gəlibdən 50 alıblar. Deməli, gəlin bunu tapaq. Py üstə gələk. 4 dəfə 8-im. 4-də nə daha oksigen? 8-ə vururam. 32. O da bərabərdir. 48. Py-im də buradan eləyir uşaqlar. 16. Bizdən də X2Y-in elektron sayını istəyir. X-in elektron sayı 1-dir, Y-in elektron sayı 16-dır. 2 dənə X eləyir 2, üstə gələk bir dənə Y 16. Bu da eləyir bizdə 18.